Mən istəyərdim ki, borcudur. Rafiq bəy Huma ilə də bir söhbət eləsin. Hə, olar. Bəli. Məncə Rafiq bəy Huma ilə söhbət eləsə bu evlilik baş tutmayacaq. yox, əksinə Zaur müəllim. Biz gənc qızı burada hamımız onun üstünə düşə bilmərik. Yəni sənin evliliyin olub, niyə gəlmisən? Bizim işimiz Qətiyyən Huma ilə o söz deyil. deyilmir. Hər kəsin həyatında ola bilər. Aslanın ünvanına bir söz demək istəyirəm ki, bilirsiniz Zaur müəllim, insanı dünya görüşünə və intellektinə görə ittiham eləmək olmaz. İnsanı ittiham eləmək olar əxlaqına, abrına, mədəniyyətinə, davranışına görə. Amma mənə elə gəlir ki, Aslanda artıq bu adətkarda bir hal olub. Yəni 5-10 gün boş qaldı, internetdən bir qız tapdı. Yəni mən hesab edirəm ki, məncə biraz Elə Aslan deyil, biraz Rafiq düşünsə müəllim, yaxşıdır. elə deyil. Bu Ceylan xanım, sözünə siz razı gah deyiləm. söyürsüz, gah onun tərəfində durursunuz. Baxın, Mən həmişə balalarımın düz tərəfindəyəm. edirsiniz. İstəyir nə Övladınızı olur olsun. qorumağı, Ceylan Səhvi xanım, ilə də baxın, düzü ilə. siz Evladı bu yoldan qorumağı- qorumurlar. Qoy mütəxəssis Üzr fikir istəyirəm. söyləsin. Ha, Ceylan Siz xanım. övladınızı qorumağı düz eləyirsiniz. Amma övladınızı hər palçığa batanda çıxartmaq o ana işi deyil. Ana övladını palçığa batmaq, əvvəlcədən onu qorumalıdır. Qorumalıdır ki, palçığa batmasın. batmasın. Bəli. Düz. Hatta insanlar o deyir su axır çuxurun tapır. Heç Doğrudur. vaxt məsələn siz bayaq dediniz ki, intellekt və düşüncə tərzinə görə, Bəli. savadına görə yox, ümumiyyətlə də başqa şeylərə görə qınamaq olar, amma buna görə yoxdur. Məsələn, insanın intellekti nədirsə, o hansı dəryaçada, hansı gölməçədə üzürsə, harda yaşayırsa, o çevrədən də özünə uyğun insan tapacaq. Mütləq. Yəni bu başqa variant yox. Sən axtardığını, biri var sən gedirsən, nə bilim elə yerdə axtarırsan ki, nəyisə. Məsələn, deyək ki, bir geyim var, şəhərdə tapa bilmirsən, gedirsən təyyarəyə oturursan, uçursan, başqa bir ölkəyə gedirsən o geyimi oradan tapırsan. Bəli. Və yaxud da ki, elə yaşadığın yerdə qapıdan çıxsan, görsən sən istədiyin oradadır elə. Yəni insanlar bəzən düşüncəsinə görə, dünya görüşünə görə biz onları qınaya bilmərik ki, Gerçək, niyə gedib doğrudur. Humayı tapmısan? Mümkün deyil. Çünki onun istədiyi Humaydı. O başqa adam tapa bilərdisə, bugünə qədər tapardı. Bəli, Tapmayıbsa, Humayı tapıbsa, deməli onun düşüncəsi, dünya görüşü, maraqları Humaydı. Amma bir tərzi var. Amma hər şeyin bir tərzi var. Yəni o yaşına uyğun olmaya bilər. Cavan oğlandır, cavan qızdır. Nəyi necə etmək? Baxın, nəyi istədiyini bilə bilər. Amma nəyi necə etdiyini bilməyə bilər. Onu isə Ceylan xanım, onun valideynləri kömək eləməlidir. Əgər onun valideynləri və qızın valideynləri bunları taleyin axarına tullayacaqlarsa, əlbəttə bunların biraz acınacaqlı bir tarixçələri olacaq. Və biz hər dəfə də onu itham eləyəcək və o oğlan da, gənc oğlan da özünə bir çıxış yol tapa bilməyəcək. İnsan bəzən öyrəşdiyi həyat tərzindən onunla yaşamağa başlayır. İnsan necə öyrəşir, o cürdə yaşayır. Və biz onu qınasaq ki, bu səhvdir, onun öz həqiqətləri Rafiq bəy, var. unutmayaq O ki, hesab edir ki, Rafiq bəy, haqlıdır. şey deyim, Rafiq bəy, üzr istəyirəm. unutmayaq ki, Aslan bəy Mən- 3 addımda öz qərarı ilə nəticə göz qabağında olub. Mən 9 Bəli, yaşımdan bəli. öz ayağım üstündə durmuşam. Özüm Atam, tək ayaq idarə üstə eləmişəm atam, hər bir şeyi. dəqiqə, Aslan. Arva seçimdə, arva seçimdə, ayaqüstə dura bilməmsən, hər şey sizə Sən yaxşı bərabərdir. Olmalıdır olmalısan. yanımızda. Sən cəfakeşsən, zəhmətkeşsən. Bir Yəni- dəqiqə, ayaq üstə durmaq. Bəli, yol Xahiş göstərəm edirəm, olmuyor. icazə ver. Deyən Ayaq olmuyor, üstə bunu durmaq, belə elə, bunu belə hələ elə. Mən doğru sizdən razıyam. yerimək və doğru tərəfə yerimək demək deyil. Ayaq üstə durmaq bu biraz şablon sözə çevrilir bizim cəmiyyətdə. Bilirəm, o mənada Mən demirəm. xanımlarımız da, bəylərimiz də mən Rafiq ayaq bəy, üstə durmaq baxın, istəyirəm. sizin dediyiniz böyüyün yol göstərmə məsələsini mən şəxsən Aslanın həyatında indi hiss eləyirəm. Nədə? Nədə? Atası şəxsiyyət vəsiqəsini vermir. Bu artıq onun bir tərbiyə metodudur. Və etiraz nümayişidir ki, bunu istəmirəm mən. Zaman, əslində siz çox doğru bir məsələyə toxundunuz. Əgər insanın hansısa bir səhvi, onun davamlı, təkrarlı xarakteri deyilsə, bəzən onu güzəşt getmək Bəli. olar, kömək eləmək olar. Əgər bir insan yıxılıbsa, və buyurun, davam. Bəli, düzdür. Əgər biz onun səhvi olaraq onu hər dəfə müzünə vurduqca insan adiləşir. Və Bəli, insan fikirləşir, bəli. onsuz da məni belə tanıyırlar da Bəli, və insan geri dönə bilmir. Bəli. Və indi bizim xanımın timsalında, digər bütün insanların timsalında verilişimizin əsas mahiyyəti odur ki, bayaq gördünüz siz bir gözəl bir məsələ toxundunuz ki, siz bir-birinizin əlini buraxmayın. İnsanlara dəstək olsun. Yəni Aslan əgər o qıza bu yaşında dəstək olursa bunun nəyi pisdir? Əlbəttə. Biz əslində Aslana kömək eləməliyik. Bəli, bəli. Hə qızım.